İran ucuz dronlarla ABŞ və müttəfiqlərinin raket ehtiyatlarını tükəndirir. Today Press TV xəbər verir ki, bu mövqe The New York Times qəzetinin hazırladığı materialda yer alıb. Bildirilib ki, ABŞ İran üzərindəki hava məkanına hakimdir. Lakin maddi baxımdan bu üstünlük Amerikanın tərəfində deyil. Belə ki, İran yaxın şərqdə dəqiq zərbələr endirmək üçün ucuz dronlardan istifadə edir. ABŞ və müttəfiqləri İranın ballistik raket və dronlarının böyük əksəriyyətini ələ keçirə bilən hava hücumundan müdafiə sistemlərinə malikdirlər ki, bu da mürəkkəb, lakin bahalıdır. Texasda yerləşən dron istehsalçısı Halio şirkətinin baş direktoru və həmtəsisçisi Arthur Erickson qeyd edir ki, dronu vurmaq şübhəsiz ki, onu havaya qaldırmaqdan daha bahadır. Bu pul oyunudur. Hər atış üçün xərc, hər ələ keçirmə nisbəti ən yaxşı halda 10-a bərabərdir. Lakin xərc baxımından bu İranın xeyrinə 60 və ya 70-ə bərabər ola bilər. Qeyd olunur ki, ABŞ və İsrail hücumları başlayandan bəri İran tək bir istiqamətdə 2000-dən çox dron buraxıb ki, bunlardan bəziləri milyardlarla dollarlıq hava hücumundan müdafiə sistemlərinə baxmayaraq hədəflərinə çatıb. Bu təkcə yaxın şərqdə deyil, həm də hər yerdə qloballaşan bir problemdir. Hücum dronlarının ucuz və onlara qarşı müdafiənin baha olduğu bir dünyada xərclər sonda qadağan edici hala gələ bilər.